yerişine, o ince gülüşüne. Ahuten yerişine, o ince gülüşüne. Kıygacı bakışınla sen hoşuma gelirsen, kıygacı bakışınla sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. İnceden ince belin, şirinden şirin dilin. İnceden ince belin, şirinden şirin dilin. Uzansın bana elin, sen hoşuma gelirsen. Uzansın bana elin, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Sen görən zamanla ruhum çıxıbdı candan. Sen görən zamanla ruhum çıxıbdı canan. Ay qız eşitsən yaddan, sen hoşuma gelirsen. Ay qız eşitsən yaddan, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Güneşe nurlusan kız, yaman gururlusan kız. Kalbimden vurmusan kız, sen hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, hoşuma gelirsen. Elə ki baxıb gülürsən, sen hoşuma gelirsen. Özün yaxşı bilirsən, sen hoşuma gelirsen. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Elə başlamaz Allah Səyyad Əlizadəyə qəni rəhmət eləsin. Çox xoşum gəlmişdi illər öncə bunu efirimizdə oxuyanda burada. Demişdim Səyyad müəllim, mənə xoşum gəldi, bunu oxumaq istəyirəm. Dedi ki, qurbandır sənə, ona görə də ürəyimdə qalmışdı, bəli. Necəsən Rəşad və bizi izləyən, bizə baxan, hər gün eyni saatda, eyni vaxtda bizimlə bərabər 2 saat ərzində bizimlə olan dəyərli tamaşaçılarımız, hər birinizə xoş istirahət və 11 ayın sultanı olan Ramazan ayımız mübarək olsun. Bilirəm ki, əksər insanlar oruç tutublar, mən də onların içərisindəyəm. Demək olar ki, özümü bilib-biləli, yəni bir gün, bir saniyə, bir saat belə ötürməmişəm, həmişə tutmuşam. Ən vacibi bilirsiniz nədir? İnsanın sağlığına, orqanizmə xeyirli bir şeydir. Bu 11 ayın sultanı ən əsası bax buna xidmət edib ki, rahat oluruq. Görün Allah nə gözəl ay buyurub bizə. 11 ay yeyirik, bir ay orqanlarımıza istirahət veririk də.
Mütləq tutmayanlar varsa tutsunlar. Oruç sana Rəşad? Xeyr, mən oruç deyiləm, amma inşallah Tutacaqsan sən bəli. də. Bu arada Rəşad Usta Feyxuar restoranından gəlib. Deməli, Saray qəsəbəsində ilə Saray MTK ilə üzbəüz yerləşir Feyxuar restoranı. Həm də deyəsən, sizin iftar süfrələriniz var Bəli, artıq. var, iftar süfrələrimiz Neçə edirsən mənim canım? Baxan izləyicilər baxır, qoyla burasını deyim. Mən həmişə 14 manat, 15 manatdır. bir adam 14-15 manat. Nə yaxşıdır. İçində quru yemək, sulu Bəli, yemək, pervi, iftarı, soku, birinci, ikinci salatı, yeməyi, şirəsi, hər bir üstündən şey var. istifadə eləmək xahiş edirəm. Hə. Meyvə şirəsi var, birinci yeməyimiz, ikinci yeməyimiz, Bəli, sonra nəyimiz var? supdur, qarinierdir öz yanındadır, yeməyidir, salatıdır. Yəni Maşallah. seçimlərimiz çoxdur. 14 manata əladır. Bəli, seçimlər çoxdur. Ləvəngi də var yanında, yəni istəyə görə dəyişir. bəli, dəyişir. Hər şey seçə bilərlər, yəni menü üzrə. İnşallah Allah qismət eləsin. İnşallah, Salacağım. inşallah. Bu arada Anar müəllimi xüsusi salamlayıram restoran müdiriyyəti və Sayidə xanım administratora da təşəkkürümü bildirirəm. Çox sağ olun. Bugün nələr olacaq hələ danışma. Qonaqlarımı dəvət edeyim. Ondan sonra danışarsam əlaqə nömrəsi də iftara getmək üçün deməli aşağıda nömrə var. Qeyd edin, gedin restorana, iftar süfrənizi orada açın. Sərhədə baxanda, Sərhəd, o Sərhəd yox, Sərhəd. Sərhəd Quliyevdə, hə? Gör nətər yadımdadır, soyadı. Deməli, birinci Azərbaycan bayrağını dünyada dalğalandıran bir idmançımızdır. Yəni, elə belə idmançı dedi, dəfələrlə kəməri filanı hamısını biz efirdə göstərmişik də zaman-zaman bizim qonağımız olanda. Bunlar ailəlikcə idmançılardır. Bugün xətirməz adıma dəyərsən burada. Yəni, yox olma ehtimalım böyükdür. Hə. Baxmaram ha efirdə. Sən burada ringə çıxardaram. Görürsən, bir dənə nə deyirlər? Mən də imama döyüşçüyəm. Elə belə İmama? Sizdə də imamadır da deyəsən. Eynidir də imamadır. Bir-birinizi başa düşəcəksiniz. Gələcəkmə sənin də sağındaz yoxdur. Deməli, Sərhəd buradadır. Sərhəd, sabah xeyr olsun, gəl əzizim. Görmədim. Əli Baba və 40 quldur ki, olsan xanımla gəlib. Necəsən, nə var, nə yox? Təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Hər dəfə verişimizə dəvət edirsiniz, işıqlandırırsınız. Təşəkkür. Xalqımıza tanıtdırırsınız. Yuxudan durub qaçmısan, hə? Yox, çoxdan durmuşdum. Getdim uşaqları dərsəm götürdüm. Elə tələsik qaçdım ki, gecimim verişə. Tələbdə arıqlamısan Sərhəd? Məşq eləyir, çünki qabaqda yarışımız var ona görə. Keçən dəfə mən səni görəndə əməlli biraz kilo almışdın. 8 alıram. Hə, indi nə qədər atmışsan çəki? 6-7 kilo atmışam. O dəqiqə hiss olundu. Hər gün məşq Belə eləmişəm. əladır. Biraz darıqla hələ. Yox, düşəcəm, inşallah. Olmuşsan balaca bir uşaq, valla. Əyləş. Xoş gəlmişsən. Təşəkkür Gördüm, edirəm. qəşəng tort da almışsan. Özü mənim sevdiyim tort. Halal xoşun 3 olsun. dənə tort yeyirəm də mən. Verilişimə gələnlər ancaq ondan alsınlar. Qurbandır. Bir dənə nağıl tortudur, Napoleondur, bir də ballı tort. İndi tap ki, o mansıdır. Yəqin ki, Napoleondur. Stafla. Napolyon? Görürsən, mən artıq bildim uşaqdan. Onun qoxusundan bildim ki, Napoleondur. Ösnə. Sən gəl bir qoxun. Sən nəyin qoxusu gəlirdi? Yeməklərin qoxusu. Mənim qoxum hər yerdən gəlir. Kim gəlir bura? Mənim dostum. Çox sevilən bir müğənni. Son günlərdə oxumalı bir yanda qalsın. İmicindəki o dəyişikliklər. Adamı tanımıram. Elə bilirəm ki, Hindistan kino qəhrəmanları Bollywooddan gəliblər. Çox dəyişib. Mən bu dəyişimi bu son günlərdə Elnarə xanım Abdullayeva da gördüm. Tam fərq. Əvvəl necə makyaj edirdə, nə edirdə, elə bildim bir qoca arvaddır. İndi qızı əməlli başda gözəlləşdiriblər, olduğu kimi görsənir. Elnarə xanım dostumuzdur. Çox qəşəng, xoşuma gəlib. Bu bir uğurdur. İkinci tərəfdən də xoşuma gələn ikinci ifaçı Sevil İskəndərlidir. Əvvəl necə makyaj edirlər, bir başqa cür, sifət belə göz, başqa rənglər. İndi özü olduğu kimidir. Demirlər ki, çox cüzi makyajla. Tam təbii. Hə? Tam təbii. Tam təbii. Bir tam təbii. Ümumiyyətlə, xanım təbiidir. Maşallah, hər şey
Bu dəqiqə hamıda quruma quraşdırmadır. Fatma Mahmudovanın sözü olmasın. Hamıda quruma quraşdırma, yığmadır. Elə bir 196 Mercedes'i təzə 2026 Mercedes'e yığıb. Nəyə lazımdır, ayıbdır. Allah bunu sizə veribsə, verib. Verməyibsə, verməyib də. Deyib, verib Allah bu qızı mənim yerimə. Sevil İskəndərli ifası ilə gəlsin. Teşekkürler Sevil Hanım, hoş geldin, gələyle. Çox sağ olun, teşekkür edirəm. Bütün bizi izləyən izləyicilərin hər birisinin sabahları uğurlu olsun, günləri uğurlu olsun inşallah. Bu günləri də inanıram ki, həmişəki kimi gözəl və maraqlı efir olacaq.
Sərhəddən düşmüsünüz efirə, yoxsa ilk dəfədir? Xeyr, ilk dəfədir düşürük, Birinci ilk dəfədir dəfədir. efirə düşürük. Qoy onu da deyim, bu mahnını çoxdan da ifa etmirdim də. Yəni ki, bizi izləyən izləyicilərin çox saylı istəyinə görə ifa etdim və orada bizim dəyərli sənətkarımız, Respublikamızın xalq artisti Novruz Qartal, Allah rəhmət etsin. Həqiqətən çox gözəl insan idi. Hər o klipə baxanda, siz necədir? İnsanlar həyat o qədər fanidir ki, bu günləri yaxşı ki... Dinməz, söyləməz yadımdadır, gəldi, çəkildi, geçdi. Dinməz, söyləməz insanlar həmişə nəsə tez gedirlər. Yaxşı insanlar tez gedir də, Samir. Bir də ki, qoy indi mənfi aura yaratmayaq, çünki hələ səhər indi başlayıb və bizim izləyicilərin hər birisinə Ramazan ayının ilk günüdür. Allah dualarını qəbul etsin, oruclarını qəbul etsin. İnşallah Allah hər birinizin xoş niyyətlərini hasil etsin. Amin, amin. Hörmətli tamaşaçılar, reklamlara ayrılırıq. Bu arada da Mübariz dostumuz bizi izləyir, onda xüsusi salamlayıram. Yox, Kəlbəcərli Mübariz deyil, bu Naxçıvanlı Mübarizdir. Reklamlardan sonra davam edəcəyik. Davam edirik əziz tamaşaçılar. Reklamlarımız bitdi. Sevil İskəndərli və Sərhəd Quliyev idmançımız buradadır. Sevil, sabahın xeyir olsun. İşlərin güclərin necə gedir ümumiyyətcən? Şükür, yaxşı gedir. Təzə klip çəkdirdin. Yeni işlər, bəli, yeni mahnı oxudum, evladlarım çox sevildi. Yəni ki, mahnı trend oldu. Da elə bir insan yoxdur, elə bir valideyn yoxdur ki, onun yəni səhifəsində, onun WhatsApp-ında övladlarım mahnısı olmasın. Həqiqətən çox sevildi. O mahnının da mənim öz ideyam oldu. Çünki nəyə görə? Mən gördüm ki, qızıma aid mahnı var, oğluma aid mahnı var, nəvə mahnısı var və mən düşündüm ki, elə bir mahnı oxumalıyam ki, bunlar cəm şəklində olmalıdır və yaş hədli olmamalıdır. Məsələn, mənim oxuduğum övladlarım mahnısını 50 yaşında insana da aiddir, 1 yaşında uşağa da aiddir. Övlad varsa bizim hamımız övladıq, elə bizim özümüzə də aiddir. Çünki o həm mahnıda xeyir dua var, həm mahnıda Allaha, yəni evladı və Allaha, yəni ki, necə deyim onu? Minnətdarlıq kimi də. Həm Allaha minnətdarlıqsan, həm də ki, Allaha tapşırırsan ki, sən özün qoru da mənim balamı. Belə bir şey. Yəni mahnı çox sevildi. Allah buradan bizi izləyən bütün insanların hər birisinin övladlarını İdeya sənin idi, Sevil? İdeya mənimdir. Aranjman? Aranjman demək Erfana aiddir. Mahnını da demək Ramil Baxış yəni ki yazıb. Ramil Baxış yazıb. Çox yaxşı yazır o oğlan. Maşallah. Sənə bir dənə söz deyim. Bax buradan bizi ola bilər müğənni dostlarımız izləyirsə, Ramil Baxışdan mahnılar alsınlar. Çox gözəl mahnılar yazır. Həm də ki, çoxdan çox münasib qiymətə. Çoxdan çox münasib qiymətə. Bir də ki, onda bir dənə yaxşı nə var? Məsələn, sənin beynində bir ideya varsa, onu deyirsən, ona aid mahnını yazır, verir sənə. Əladır da. Sevil xanım, Sərhəd bəy, bugün sizin gəlişi bizə Rəşad Usta görək nə bişirir, nə hazırlayır. Bax, bu piti qabları, deməli, cənub mətbəxidir. Feyxular restoranda daha çox cənub mətbəxidir. Cənub mətbəxi orada tərənnüm olur. Cənub mətbəxin ən sevdiyim yeməyin deyim sənə. Turşulu aş olur, belə yumru-yumru küftəciklər olur içində. Ən sevdiyim yemək. Turşu kebab deyirlər. Turşu kebab, hə, adını düz demirəm. Hə, biz eləmişdik ondan burada keçən dəfə. Ay, o qədər sevirəm onu. Bilsəydim, xoşlayırsan, deyərdim ondan eləyərdim. Hə, çox sevirəm onu. Sərhəd, cənub mətbəxindən nəyi sevirsən? Birinci cənub zonasını salamlayıram evi vasitəsilə. Orada mənim çoxlu dostlarım var. Biz də salamlayırıq. Bu yaxınlardan orada toydaydım, Astarada. Ay Allah, insanlar... Təsəvvür elə Samir, mən gələnə qədər demək Səidə balanın toy günü idi. Allah onu atasına, anasına gözü dolusu versin. Allah Səidəni xoşbəxt etsin. Samir, içəri girənə qədər, zala gəlib girənə qədər çöldə insanlar belə topalaşıb səni gözləyir. Sən də bir içəri girirlər. Ay Allah, o qədər sevgi ilə. Cənub elində çox belə maraqlıdır. Çox qonaqpərvərdir. Bizim Azərbaycanımızın hər bölgəsi gözəldir. Hər bölgəsi gözəldir, amma çox bölgələrimiz var ki, etiraf eləmək lazımdır. Çox da qonaqpərvər deyirlər. Amma elə bölgələrimiz var ki, onlar sırf çox belə qonaqpərvərdilər. Sərhəd, nə xoşlayırsan cənub mətbəxindən? Ləvəngi. Ləvəngi. Oraya gedəndə, orada mənim çoxlu dostlarım var. Buradan da salamlar onları hamısına. Onlar bildir, mən də xoşlayıram. Hazır edirlər. Ləvəngi. Maşallah, mən də sevirəm ləvəngini. Amma biz bu günləri ləvəngi olmayacaq. Bu günləri
Nə olacaq? Gözəni gəldirmişəm. Bu boyda piti olar. Bunu nə boyda adam yeyər? Cənab elinə aiddir, hə, piti onda? Yox, Ya, yox. piti şəkil, amma bunlar fərqli piti. Deyil. İndi Bunlar saxsı qabda qabda buğlama olacaq. buğlama olacaq. Hə, bu buğlamadır, o Bəli. pitidir də. O pitidir. Mənə Ona maraqlı görə də gəldi. bu uzun pitidir. O birisi piti, şəkil pitisi balaca olur. Hə, balaca qablarda olur. Hə, bu amma uzun olur. Deməli, zəhmət olmasa, tutaq misalı içinə qoy görək nəyə necə yığasın Yox, bu ardıcılıqla. indi bişiriləcək, qaynadılacaq. Sevir, baxırsan, quzunun arasında. Quzun maçat. Açası, ən Bəli, gözəl bu. yeridir. Şirəli. Hə, bu qaynadılacaq indi. Bir 15-20 dəqiqə arası qaynadılmalıdır ki, ət biraz yumşalsın. Sonra bu qabın içində, bu sırf buğlama şəklində, prosta bunda əlavə olacaq noxud, bir də ki, kartoşka əlavə olunacaq buna. Deməli, bu biraz pitiyə oxşuyur. Hə, pitin... Yox, Yox, Bir dənə kartoşkası vardı, elə bil. kartoşkası var. Bunda rəngli biberlər olacaq. Bunda rəngli biberlər olur. Sonra Bu buğlama olacaq da belə Hə, buğlamadır da bu. deməli, saxsı qabda buğlama. Bəli, İnşallah dadına ilə baxarıq. buğlama olacaq. İndi əti qoyacam qaynasın. Deməli, ərzaqlarımızı Hazırlayacaq. göstərək, Bahar. Ərzaqlarımız rəngli biberlər olacaq. Bu göstərsin, soğan bircə olacaq. saniyə deyən göstərsin bilək də, izləyicilərimiz də. Kimdə evdə, bizdə var ya bundan heç bilmirdim bu bunadır. Elə suzat doldurub içirdim. Bilsəm ki, bu belə bir şeydir. Hə, tərkibi rəngli biberlər Rəngli olacaq, biber. soğan olacaq, Elli dayı cəfər Sevil olacaq, xanım, Sərhət kartoşka bəyliyin razı olacaq, qalsın. noxud olacaq. Noxud olacaq. Qaynadılmış noxud da yəqin Bəli, ki. bəli. Qaynadılmış ehtiyac yoxdur. İstadılmış noxud daha yaxşıdır ki, onun içində pişsə daha qəşəng olar. İçində bişməlidir. Bəli, bəli. Hə, dadı çıxsın deyə, hə. Bəli, dadı hər çıxsın şey deyə. saxsı qabda olmalıdır ki, onun içində öz dadı, öz şirəsi çıxsın ki, fərqli dad hiss olunsun. Yəni qazan Amma Samir, baxın lobiyadır, elə aşpazımıza da deyirəm, belə mən necə eləyirəm? Məsələn, lobiya, sonra noxud, bunlar gecmişən bir şeylərdir axı. Əvvəlcədən Mən istadırsan, əvvəlcə dondurucuya yox, onu qoyursan. demirəm. Onu qaynadanda, məsələn, elə vaxt olur ki, onu necə soyuducuda qoyursan da buz olan yerə ki, lazım olanda məsələn əl atıb işlədə biləsən. Mən çox zaman onun dadı itməsin deyə onun suyunu atmıram. Suyundan da yəni ki, biraz tökürəm, əlavə edirəm noxudun içinə və elə dondururam. Sonra o yeməyə atılanda çox dadlı olur. Yəni ki, prosta noxudun görünüşü olmur da, noxudun öz dadı da gəlir. Bildin necə? Lobiyanı da belə edirəm. Lobiyan da verirsən. Hə, çox qəşəng olur. Samir, mən əgər müğənni olmasam, qadın işlərinin içində, qadına yəni ki, aid olan işlərin içində ən sevdiyim iş mətbəxdir. Mən yəni ki, oradan ümumiyyətlə çıxmaram da. Nə boylu olarsan, neysən? Yox, yemək söhbəti deyil. Yox, həm də iştahlısan. Əksinə adam özü yemək bişirəndə yeyə bilmir. O artıq o səni vurur ta o yeməyi yeyə bilmirsən. Burada ən arıq olaram. Hə. Bir də insan nəfsinə hakim olmalıdır da. Sən bax o günlər deyəndə sırağa gün. Düşdüm ki, yatmışam otağımda, gördüm, Allah, bir dənə qəşəng plov qoxusu gəlir evdən. Kərə yağı ilə dolanda bax belə dəhşət olur axı. Acından da mədəm sayılır. Amma günorta biraz yemişdim. Bizim sevimli müğənnimiz Sevdə xanım Kazımova mənim üçün qəşəng tava kebab hazırlamışdı. Balaca yemişdim də belə. Sevdə xanım məni də dəvət edib, Samir, bu səfər gedəndə məni də. Mütləq. Deməli, gəldim plova baxdım, qarasına baxdım. Bir dəfə ağzını açdım, ötdüm. Bir dəfə qazanın ağzını açdım, ötdüm. Bir-iki dəfə iylədim, getdim, yatdım. Dedim, yeyim, yemeyim. Beynimlə danışıram, bunu yeyim, yemeyim. Yesəm, yata bilməyəcəm gecə. Yesəm, bu mənə kilo verəcək deyə getdim, yatdım, heç yadıma da düşmədi. Artıq mədəmin qoxusu ilə doyuzdudum. Məsələn, adam da var ki, özünə hakim kəsilmir. Qablama ilə çəkib, batarap yeyir, sonra da olur peşman. Bizim bax idmançı qardaşlar Sərhəd. burdadır. Sərhəd yəni ki, burada əyləşibdir. Təbii ki, o daha düzgün bilir. Amma mən bir şey bilirəm ki, istər qadın olsun, istər kişi olsun, yeməyində hər şey yeməlidir, amma sərhəddində. Sərhəddə yeyəndə Sərhəd qoymalıdır. Sərhəd qoymalıdır da. Məsələn üçün dolma nə vacibdir ki, sən 10 dənə dolma yeyirsən? 2 dənə yedim bəsdir. 2 dənə yedim bəsdir də. Və yaxud məsələn aş nə vacibdir ki, böyük qamla bir yeyim. Bir damcı yeyim. Məsələn sən deyirsən, mənim ürəyim çəkirdi, nəfsim çəkirdi. Əslində qalsa sən düz etməmisən. Çünki nəyə görə? Oradan güya sən bir tikə götürüb məsələn üçün bir balaca bir mərvəkidə yesən güya nə olacaqdı ki sənə? Amma sənin nəfsin qaldı orada. Ondan sonra bir damcı yeyərdin miqdarında. Sabahsı günü yenə hər şey miqdarında yeyiləndə gözəl olur.
Hə, Məsələn, ümumiyyətlə- şəkər xəstələri var. Bir də görürsən ki, onlara, mən özüm tibbi oxumuşam, ona görə yəni belə danışıram. Görürsən ki, deyirlər onu yemə, bunu yemə, bu yazıq da qorxur yeməyə. Elə adam var, insandan insana fərq var da, qorxur yeməyə ki, mənə nəsə olar. O hər bir şey yeyə bilər, sadəcə onların miqdarında, Qədərində. qədərində. Məsələn, hər şey qədərin aşanda, yəni ağın çıxardanda, dayı belə, Adi sudur. Miqdarından çox içirsən, görürsən ki, səni narahat edir. o da səni narahat Bəli. edir. Sərət, neçə müddətə bu qədər çəki atdın sən? Keçən efirimizlə bu efirimiz arasında əməllicə gözlə görülə biləcək şəkildə şeyim var, fərqim var. Fərq var. Sən Samir müəllim, biz hər gün məşq edirik. Qabaqda da bizim yarışımız var inşallah. Hara gedirsiniz inşallah? Qazaxstana gidiyoruz, Astana şəhərinə. Hara? Qazaxstanın Astana şəhərinə. Qazaxstana, Astana şəhərinə. Ora gedəsən, ay Sərhəd, orada samsa yeməyəsən, ta ora nəyə gedirsən? Yox, indi çəki var da orada. Oranın samsaları bilirsən də, yəni Dəhşətdir. imanlı orada qəşəng olur. Yox, indi yarış olmayanda yeyirik. Bilirik ki, onsuz da bu günlər məşqlə gedib, onu necə deyim, məşq edib tərdən çıxardacağıq. Amma yarış vaxtı olanda başlayırıq artıq yeməklərimizə fikir verməyə. İndi orada çəkilər var da, məsələn, mən 70-də vuruşmalıyamsa, tələbə 65-də, indi hər çəkinin öz idmançıları gəlirdi ora. Ona görə çəkilərimizə biz diqqət etiririk ki, orada gelib tərəziyə çıxandan sonra, yarış bitəndən sonra istəsən nə istəsən yeyə bilərsən. Amma əslində çəki... Əsas odur ki, samsa yeyək. İnşallah. Deməli, verilişdən qabaq mən rejissorumuzla heç bir şəkildə əlaqəyə keçə bilmədim ki, o qədər deyilən sözlərim var. Yəni, verilişlə başlayanda bir tədirgin oluram, bir gərgin oluram. Çağırmaqdan rejissorumuzu boğazım qavuşdu burada, saatlarla. Deməli, hörmətli tamaşaçılarımız, iftara hazırlaya bilərsiniz də, yəni bu cür yeməklərdən. Deməli, nədir bunun adı? Maça. Quzu maçası. Sevil, ətlərin içində hansı ətdən xoşun? Quzu, quş, toyuq, ördək, mal? Mən ümumiyyətcən Ət ət yeyərsən. məhsullarını çox sevirəm. Bir gün ət yeməsəm, elə bilərəm ki, həmən günü ac qalmışam. Boy. Bəli, mən ət məhsullarını çox sevirəm. Yəni ətsiz yemək demirəm, yəni üzr istəyirəm. Bəlkə burdan məsələn üçün elə insanları var, imkanları yoxdur, amma yəni ət məhsullarını sevirəm, bunu demək istəyirəm. O fərq eləmir. Amma ov ətləri yeyə bilmirəm. Yeyə bilmirsən? Qəti. Onun xüsusi bir qoxusu olur. Yox, həm qoxuya görə, həm də bilirəm ki, onun qanı axmayıb, yəni içində qalıb, o güllə ilə öldürülüb, onu mən yeyə bilmirəm. Yəni qəbul edə bilmirəm. Ümumiyyətlə elə heyvanların elə öldürülməsində əleyhinəyəm. Əleyhinə, mən də. Onu yeyə bilmirəm. Mən də yeyə bilmirəm. Sərət, sən? Mal əti. Bir dənə mal əti. Qoyun əti yemirsən? Yox. Mənim adamımsan. Yəni işinlə bağlı yemirsən, yoxsa sevmirsən? Yox, ümumiyyətlə adam var sevir. Bizim evə məsələn qoyun əti girmir, heç kim yemir. Mən sənə bir qoyun əti bişirərəm ki. Yox, yemirlər də, cürbəcür, valla cəmdək də kəsib göndərirlər. Heç kim yemir. Sənə bir dənə söz, cəmdəyi kəsəndə göndər mənə. Baş üstə. Mən də onunla sənə qəşəng yemək bişirim, göndərim, görün necə yeyəcəksən. Sən yemək pişməyə vaxtın var? İndi düzdür, işdən əlaqədar nə yalan deyim, elə çox vaxtım olmur, amma çox dadlı yeməklər bişirirəm, onu deyə bilərəm. Şirniyyat yox, sən şirniyyat, yadıma gəlir, bir dəfə Samir gilə getmişəm, əziz izləyicilər. Samir bir dənə bulku pişirmişdi, ilahi. Mən şirniyyatı bitirmişəm, ona görə dünənə bir Çox dostumuz var. gözəl, mənəm deyən qadınlar sən kimi. Aycan, mən 3 il təhsil almışam da, mən qənnatçıyam. İncəsənət Universitetindən qabaq, mən 3 il deməli, həm təcrübə keçmişəm bizim qənnatı fabriklərimizdən birində, həm də ki, çox gözəl qənnatçılarımızdan dərs almışam. Mən gözü yumulu şirniyyatı bilirəm ki, nə var, nə yox. Bax Samir, mənə indi desələr ki, səni burada öldürəcək əgər bişirməsən, mənə desələr bir dənə şirniyyat bişir, mən onu bişirə bilmərəm. Yox, mən 5 dəqiqə vaxtım. Şirniyyatı qəti, yəni ki, meylim də yoxdur, Sən nəsə bişirmək bacarığın var? Amma yemək nə desən? Yemək pişirməyi? Xoşlayıram. Ümumiyyətlə, mən sənə bir şey deyim. Hə? Üz istəyirəm də görsən qızlarım deyir ki, bir dənə yemək pişir də. Mənə də. Mənə də evdə bir də deyirlər, ərinmirəm abi, axşam yatmağa gedirəm. Evdə uşaqlar belə ki, bəlkə gördüm aynı ilə var ki, pizza, bunun 100% var, işlərə bilmirlər. Demə elətdirəcəklər. Nəsə vaz keçdilər ki, bugünə qalsın, bugün.
Samir, Adam uşaq nə deyəndə axı eləyir. Samir, sənin bilsən ən çox nəyini sevirəm? Sən çox ailəcanlı insansan. Bax, öz balava qarşı da beləsən, qohum əqrabava qarşı da beləsən, öz bacıva, qardaşıva, öz bacının, qardaşının uşaqlarına görə də beləsən. Yəni sən onlardan ötürü nə desən, həm edirsən, həm də edərsən. Məsələn, əlindən gələni də, əlindən gələndən çoxunu da edərsən. Mən ona görə mən səni çox, çünki özüm də eləyəm. Bilirəm, Sevil xanım. Bu Elxanı da təbrik eləyək. Bizim mübariz müəllim mənə söylədi. Bugün onların kollektivində Elxan bəyin 58 yaşı tamam olur. Ürəkdən təbrik edirik. 100 yaşasın. Deyəcəyim, böyük kişilərdən olsun. 100 yaşasın, həmişə xətirli, hörmətli olsun. 58 Ad günün, şad günün, mübarəkdir ay Elxan. Xoş günün, şad günün, mübarəkdir ay Elxan. Var ol. Biz də təbrik edirik. Sevil, çox sağ ol əzizim. Gəl səndən bir ifa təqdim edək. Bəlkə də övladlarım olacaq. Bilmirəm, mənim fikrimcə, əgər növbə ilə gələcəksə, Vidadi Bərdəlinin repertuarından Unut məni oxuyacam, bəli. Çırak gizlin erir şam, tenha ömrüm bir çırak, gizlin erir şam, sil kalbinden aram gile unut beni, sil kalbinden aram gile unut beni. Unut beni, git kayıtma geri bir de unut beni. Unut beni, unut beni, git kayıtma geri bir de unut beni. Al seheri doğan yerde beni koydun yaman derde. Al seherim doğan yerde beni koydun yaman nerede? Git kayıtma geri dönme, tutma dile unut beni. Git kayıtma geri dönme, tutma dile unut beni. Unut beni, unut beni, git kayıtma geri bir de unut beni. Unut beni, unut beni, git kayıtma geri bir de unut beni. Bu həsrətin addaşını təzələmə yaddaşını. Bu həsrətin addaşını təzələmə yaddaşını. Yanağından göz yaşını silə silə unut bəni. Yanağından göz yaşını silə silə unut bəni. Unut bəni, unut bəni, unut bəni,
Sevil xanım. Vidadi Bərdəli, Allah rəhmət Allah eləsin. rəhmət etsin. Yoldaşı bir də görsən narazılıq eləyir, adını çəkməyəndə. Hə, əlbəttə haqlı yerə narazılıq edər də, yəni ad çəkilməsə. Yəni Vidadi Bərdəli bizim əvəz olunmaz sənətkarlardandır və mən fəxr edirəm ki, onun mahnısını elə ona layiq da ifa etmişəm. Həqiqətən də bu mahnı çox çətin bir mahnıdır. Yəni ki, bəmi var, zili var və bu mahnını yəni mən hətta ifa edəndən sonra bizim dəyərli sənətkarımız, buradan salamlayıram, Manaf Ağayevin də çox xoşuna gəldi və bu mahnını duet şəklində də ifa etdik. Yəni ki, bu mahnını yəni Manafla mənim duetim də var. Yəni ki, həqiqətən də çox gözəl mahnıdır. Allah Vidadi Bərdəliyə rəhmət etsin. Xanımının xətrini çox istəyirəm. Buradan salamlayıram. Allah ona can sağlığı versin, torpağı sana ömür versin. Amin, amin, amin. Sənət sizin işlər necə gedir bu dəqiqə? Uşaqlar nə qədərdir uşaqların? Allah şükür, yaxşıdır. Əsas odur ki, işi sevə-sevə görəsən ki... Zalda yəni tələbat var, gələnlər var. Var. Bürənlər də gəlmişdilər, belə deyək də, valideynlər uşaqların gətirirlər məşqi yazdırmasına ki, qoy sağlam olsunlar. Sifət işlərdən uzaq geçsinlər. Bürənləri hər gün yazılanlar var. İdman çox gözəldir. Bax, Bilirsən, mən tak baş qarışır da. Elə istəyərdim ki, idmanla, yəni ki, uşaqlıqda məşğul olum. Məsələn, elə nənələr var ki, deyir ki, istəyirəm ki, nəvəm idmançı olsun. Elə babalar var ki, özləri gətirib nəvələri yazdırırlar ki, nəvə istəyir ki, nəvəmiz idmançı olsun. Yox, tələbat var, maşallah, yaxşıdır. Əsas odur ki, pisi necədir? Mən buradan da üzümü tutub, bizi izləyən tamaşaçıda demək istəyirəm ki, kim oldu olsun, maraqlanmaq lazımdır. O müəllim necə müəllimdir, dövlət tərəfindən hansı fəxri adlara layiq görülübdür, hansı idman akademiyasının və yaxud da nə bilim, necə deyim, resultatlar verilmir, yoxsa yox, bu günləri, məsələn, belə deyək də, resultatlar bir dənə yarış vuruşan kimi gəlib, amma mən belə deyək də, 2003-cü ildən də, məktəbdə oxuyum. Siz harada, yəni ki, belə, Sumqayıtdadır siz? Bəli, 2003-cü ildə mən məşqçi işləyirəm, düz bu günə kimi. 2003-cü ildən. Düz bu günə kimi məşqçi Həm də dünyada, demək, qara, səndə... Profesional döyüşündə qalibiyəm. Dünya titulu kəmərində qalibiyəm. Sizin bir şey gətirmişdik. Bəli, kəməri belə gətirmişdik. Onu demək istəyirəm ki, əsas odur ki, müəllimin savadlı olsun. Neçə ölkədə olmuşsan indiyə nə qədər? Hansı ölkələrdə dünya çempionatları keçirilirsə, Avropa çempionatları keçirilirsə, o ölkələrdə də gəlib iştirak edirik. Hal-hazırda yenə də hazırlaşıram dünya çempionatına. Mən oturmuram. Necə siz sənəti bilirsiniz? Neçə dəfə dünya çempionatından qalib olmuşsan? 5 dəfə Avropaya, 9 dəfə də dünyada. Görürsən, Sevil. 5 dəfə Maşallah. Avropa. Allah bax bizim belə idmançı qardaş bacılarımızı qorusun. Bilsən necə? Nə ki, hansı iş ki, Azərbaycanın bayrağını ki, göylərə qaldırır. O işlərin hamısını təmsil edən hər kəsi Allah qorusun. Çünki siz bu günlər öz sənətinizə əziyyət çəkirsiniz. Bəli, biz də öz sənətimizə əziyyət. Hər bir insan... Sizin sənətiniz daha çətindir. Əlbəttə, məsələn... Çünki nəyə görə? Mən məsələn, bugün mahnını oxumayıb, sabah oxuya bilərəm. Amma sən bugün yarışmaya gedəcəyivə görə nə qədər sən məşq eləməlisən, nə qədər şeylər qurban verməlisən, çox şeylərə yox deməlisən. Çəki atırı, yeməklərimizə fikir verməliyik ondan sonra. Məsələn, biz bu idmanı seçmişiksə, belə deyək, travmalarında qəbul eləməliyik, sınıqlarda qəbul eləməliyik. Ona görə də mən bu günləri öz sənətimi sevə-sevə edirəm. Mən bu gündə belə deyək də, pula üstünlük yox, sənətimə üstünlük verirəm. Mən sənətimi sevirəm. Baxmayaraq ki, neçə illə artıq idmandasın. Bəli, mən çox əziyyət çəkmişəm idmanda. Yəni, bugün gündə bilirsiniz ki, bütün sahədə paxıllar var. Burada gəlin, mən deyim, toxunmaq istəyirəm ki, yəni bu günləri... Amma bu rəqabətin içində də baş çıxartmaq... Və böyük şeydir. Bilirsiniz necə iradəli olasan. Hər cürə insan qabağa çıxacaq, hər cürə insan qarşılığı kəsəcəksən, amma görürlər ki, oturmursan. Amma bugün o paxıllarda o bayaq ki, bizi qurban olmalı, Allah yolumuzu açır. Açır. Əslində paxıllar olmasa, insan iş görmək istəməz. Bax, Sevil, sən bu imic şərqdə, biz uşaqlıqdan hamımız şərq musiqiləri ilə böyümüşük, şərq ölkələrinin filmləri ilə böyümüşük. Hələ indi ata-analarımız, nənə-babalarımız daha çox o Hind filmlərinin təsiri altında seviblər, seviliblər, elə geyiniblər, onlara özlərini oxşadıblar. Mən, məsələn, son vaxtlarda görmürdüm. Elə bir ki, sən biraz həm belə ərəb, həm belə Hind, bir qarışıq imic yaratdın, gözəldir. İnsanlar tərəfindən də gözəl qarşılanır, amma səni də baxıram ki, çox adamlar məsələn təkrarlayırlar.
oxşatmaq istəyirlər, o başlarına müəyyən şeylər eləyirlər. Məsəl üçün belə nəsə sallayırlar, Hələ nəsə aksesuar. mən indi bir yəni ki, musiqi oxumuşam. Allah Allah mahnısı. Yəni Hə. ki, ərəb musiqisidir. O yəni ki, amma sözlər təbii ki, Azərbaycan dilində ifa etmişəm. Orada yəni klipimdə ərəb geyimləri, yəni ki, yəni necə deyim, o ab-hava şərq üslubunda. İndi baxıram ki, müğənnilərin yavaş-yavaş çoxu başlayıb o işləri görməyə. Eyb yox, görsünlər də. Biz yəni ki, cığırla gedib arxamızca gəlsinlər də. Bəli. Sənə kim ideya verir ki, sənə yaraşar? Qara qaş, qara göz olduğuna görə. Mənə heç kim ideya verir. Yox, yəni məsələn... Yox, mən özüm bilirəm ki, mənim naturam şərq üslubunda olan xanımlara bənzəyirəm də mən. Yəni ki, ümumiyyətlə elə, necə deyim, məsələn, Hindistan qızlarına, sonra belə ərəb qızlarına, biraz o, yəni oxşarım, yəni o tərəflərədir də. Ona görə mən bunu bilirəm. Məsələn, mən bir vaxtlar oxumuşdum Asim Anımov mahnısı, Hind mahnısı. Məni zəng edib, demək, el şənliklərinə dəvət edəndə mənə deyirdilər ki, Sevil xanımdır. Deyirdim, hansı o Hind mahnısı oxuyub, Hind qızına oxşayan Sevil xanım? Deyirdim, bəli, mənəm. Artıq öyrəşmişdim ki, yəni ki, belə, yəni ki... Hətta? Hətta, bəli. Bir dəfə də bir məclisdə idi, demək, bilmirəm, bəyin yoxsa gəlinin atası Rusiyadan gəlmişdi. Dedi ki, Sevil xanım, bütün günü orada sizin Hind mahnılarınıza qulaq asıram. Dedim ki, yox, mütləq o Hind qızına oxşar qız mənim oğlumun toyunda olmalıdır. Yəni ki, mən elə gedib, yəni ki, necə deyim, həmişə o, yəni o formada görüblər də məni. Onda uşaqlıqdan Hind filmlərinə çox baxmışsan. Çox sevmişəm, hə. Bobby, Zita Gita. Əzizlər bilirsən, maşallah. Belə yaxşı idi. Hə, deməli, neynirik? Yeməklərimiz artıq, deməli, pişir, Sevil xanım. Çörək yenirsən? Qonaqlarımıza. Bəli. Sevil xanım, bunun görünüşü də gözəldir, bax. Bax, Samir, indi o dedin, bax, mənim yadıma nə düşdü? Mən ümumiyyətcə yemək, yəni ki, özüm yemək hazırlayanda istəyirəm ki, mən yəni hazırladığım yeməkdən ilk öncə göz doysun. Gözü xoş etsin. Bax, bunu verərik Sevil İnsanlar xanım. görsən ki, yemək bişirir, məsələn, dadı qəşəngdir, amma vit fasonu heç nə. Amma istəyirəm ki, vit fasonu da gözəl olsun. Yəni, Görünüşü çox gözəl olsun. Görünüş olmayandan sonra onun... Hə? Görünüşü olmayanda yeyə bilmirəm. Yeməyin görünüşü olmasa yeyəmirəm. Mən görsən. İksinirəm. Hə, yeməyin görünüşü olmalıdır. İndi bunun görünüşün birazdan... Yeməyə dad verən görünüş. Mən var, sən mənim canım, bunlar... Bax, yəni ki, Samir, sənin sponsorların olsa da olmasa da, yeməyin tamı necədirsə, tam düzgün deyəcəm. Hə. Yox, elə lazımdır. Bax, Sevil xanım, bu sənindir. Bu sənindir. Yekə buradadır. Bu birisi də... Məni niyə kökəldirsən, kökəltmək istəyirəm? Mən az öncə dedim, hər şey miqdarında gözəldir. Az olsun, amma dadlı yemək olsun. Azdır. Yəni, bir bitirsən, yeyib qura bilmirsən tək başına. Bir dənə maçadır da, bir ədəd. Hələ birdir də, indi acılıq yoxdur. Neçə də yeyəsən, denən bilək o saatda sən yedirdirək. Yo, indi bu günləri efir üçün, yəni ki, mən yediyim zaman artıq efir bitir. Mən günorta yeməyimi yediyim vaxt artıq efir bitir də, saat 3-də 4-də yeyirəm. Hə, sən ona görə də... Bu günləri... Nəylə yeyirsən, lavaşla yoxsa çörəklə? Fərq eləmir, lavaş olsa lavaş. Lavaş. Sifariş qəbul edirik restoran. Axırda ödənişini alacağım. Yazıram. Lavaş. Göyərti ilə olsun, yoxsa təzə xiyar pomidor? Yox, acı bibarla, mən acı sevənəm. Hə. Samir, biz günaha giririk, cəmaat 7 manat 50 qəpik, acı biber. Sevil xanım, bu yeməyi məncə biz tuza qoyulmuş deməli, turşularla yesək daha dadlı olar. Adamı vurmaz. Çünki qoyunun maçası da. Bud hissəsi. Qoyunun bud hissəsidir.
Bu arada da hörmətli bizi izləyən Bir də Samir, tamaşaçılarımız onu deyim sənə. Feyxar restoranı, Danış, Feyxar reklam elə. restoranı yerləşir Saray qəsəbəsində. Saray MTK ilə üzbəyüz oruçluq süfrələri olur hər gün. 14 manatda adam başına, kişi başına 14 manatdır. Bir nəfər gedir 14 manatını verir. Duru yeməyində yeyir, quru yeməyində yeyir, meyvəsini də yeyir, meyvə şirəsini də içir. Salatalığını da Limitsiz yeyir. də, hə? Hə? Limitsiz yemək. Hə, 14 manat ödəyirsən, limitsiz yeyirsən. Yaxşı. Yaxşı deyil. Yaxşıdır. Hə, nə deyirdin sən bayaqlar? Mən Mənə nəsə deyirdin. hə, deyirəm ki, indi bu mövzu haqqında deyil. Dünən axşam Samir o qədər pis oldum. O qədər belə bir anlıq elə bildim ki, belə bədənimdə qanım dondu. Dünən niyə? Bir də eşitdim ki, Orxan Lökbatanlı rəhmətə gedib. O qədər pis oldum, ilahi. Sonra öyrəndim ki, sən demə yalan məlumat imiş. Orxan Lökbatanlını buradan ailəsində özünü salamlayıram. Allah ona can sağlığı versin. Bu insanlar niyə görə belə pisliklər edirlər? Bir insanın ölməyi kimə, yəni ki, xeyir gətirir ki, onu Heç yayırlar. Onu nə bilim insanların Heç kimə. qəlbini pis edirlər. Onu sevənlərin qəlbini pis edirlər. Ailəsinin, doğmaların qəlbini İnsanları pis edirlər. sarsılırlar. Ümumiyyətlə, əziz izləyicilər, heç vaxt fake xəbərlərə inanmayın. Yalan yanlış verilən məlumatlara inanmayın. Bilin ki, o Samir, məlumatlar... bilirsən, mən müğənniyəm, mən öyrənə bilirəm də, zəng edib öyrənə bilirəm. Elə insanlar var, heç onu zəng ediblər. Məsələn, 1 saat, 2 saat, 3 saat aldanırlar, o ab-ı havada, o pis ab-ı havada qalırlar da. O xəbərləri yayan insanlara ayıb olsun. Valla, yalan məlumatlar olmaz. Yalan məlumat vermək olmaz. Demək, sevgili xanım, dediniz salatalıq, gedək də yeməkləri verək. Açılıb iştahımız, bircə dəqiqə gözlə. Yeyə bilirsiniz. Bizim dərin boşqablarımız harada da şəfər? Bilən dərin boşqabları çıxar. Yox, boşqaba töksən. Boşqaba. Gəl istəsən bunda servis elə, oradan Tamam. özləri seçər. Mən aparım mı? Gəl şol burada. Bahar, yaxın gəl o yemək. Sevil artıq qaşığı götürür. Yox. Nə deyir? Hə, indi eşitdim. Tamam. Nəlbəkini götürün oradan. Nəyi? Nəlbəkini götürün, Sevil. Ona tökəcəm. Yeməklər gəlir. Demədin nə istəyirsən? Sevil deyəsən, axırda tortla da çay içmək istəyir. Belə başa düşdüm. Tamam. Sən aparacaqsan evə. Yox. Mən onu Çünki sən oruçsan da sənsiz yeyərəm, Sevil. El şey olar. Yox, başqa bir şeylər deyəcəm. Bu deyimdə day. Bizə kim baxır ki, sən məndən bir də tamaşaçılardır da. Samir, demək, Napolyon tortu mənim ən sevdiyim tortlardandır. Çox sevirəm. Mütləq ondan çay içməlisən. Amma sənə bir dənə söz, başqa bir söz deyirəm. Yer elə buna. Şirniyyat çox sevmirəm. Demək olar ki, sevmirəm. Amma Napolyon tortunu sevirəm. Bir də 1-2 dənəsi var, onları sevirəm də. Aha. Hə. İndi bugün ondan çay içəsən. Başqa bir şey deyirəm. Diqqətlə bax bura. Sərhəddə deyirəm ki, sərhəd. Bu tortun da firmada demirəm nədir. Hə, reklam olmasında. Yəni dedim bu Napolyon necə? Deyir ki, yaxşıdır. Sabir burada bir də balaca bir qaşıq götürüb. Oradan birazcık qırmışam. Baxıram da görürəm doğrudan dadlı Napolyonlar olur. Amma bundan almaq olar. Bu Napolyondan almaq. Elə Napolyon var ki, yalan almaq. Palçıq kimi eləyirlər. Çox adam palçıq kimi eləyir, qəşəng Kremə eləmir. baxırsan ki, belə elə bir ki, sabundur. Amma bu çox qəşəng. Yenə də klassika öz sözün deyir. Evet. Klassik tortlardır da bunların hamısı. Napolyon, ondan sonra ballı tort, nağıl tortu, sonra Kiyev tortu, Abşeron tortu. Gördün Samir, buna bu. Kiyevdən yoxdur Gör da. necə pişib bax. Gördün
Aa, bir şey getirmemiştik. Bu da kaloriyalı şeydir, sizin lazım. Sevil xanım, bu ustamızın əl qabiliyyətinə sərhəd. Buyurun Sevil. Hə, bax. İndi Fiyuxa restoranıdır da, hə. Feyxa, Hə, qoy indi yeyim görüm necədir. ye. Ye görək dadı nətərdir. Bu arada da qonaqlarımız yeməyin dadına baxa-baxa, buradan da tamaşaçılarımıza deyim, hörmətli tamaşaçılar, proqramımızın baş sponsoru Doktor Seyfəddin Klinikasıdır. Doktor Seyfəddin Klinikası yerləşir Xətai rayonunda, Həza Aslanov metro stansiyasının çıxışında. Müəyyən xəstəliklərlə bağlı, ümumiyyətlə sizi orqanizminizdə nə narahat edirsə, üst tuta bilərsiniz. Çünki bu sözü gedən klinikada dava dərman prosedurları yoxdur, müalicələr tam təbii üsullarla aparılır. Əlaqə saxlamaq üçün baxın, xoş gördük. Neyinirsiniz orada? Bilmək olar. Gəlin işinizin başına. Deməli, tam təbii müalicə Seyfəddin doktorun klinikasındadır. Mərcunlar, arı, zəli, hicama terapiyası ilə yanaşı siz orada xüsusi bəlhəvlərə qoydura bilərsiniz. Hə, dadı necədir? Çox gözəl. Əsas ətin qəşəng bişməyidir. Ət elə, yəni əti çeynəməyə ehtiyac yoxdur, özü gedir. Yəni ki, çox qəşəng, dadı da çox qəşəng. Mən bəyəndim. Bəyəndin? Hə. Bax, hər bir şey bişib, amma əzilməyibdir. Və rəngləri itməyibdir. Rəşad, doğrudan heç bir deməli, tərəvəzin rəngi itməyib. O elə bir şeydir ki, o bişmə prosesində ümumiyyətlə, onların hərəsinin öz atış qaydası var yəni. Neçə saata bişir, neçə dəqiqə bişir bu? Bu 1 saat maksimum hazır. Van odda? Van xodda, bəli, mütləq. Saxsı qabda van xodda olmalıdır. Yaxşı bir şey. Yaxşı bir şey. Əllərinə sağlıq. Çox sağ olun, təşəkkür edirəm, xoş olsun. Oruc olan hər kəsdən üzr istəyirik. Amma verilişin formatı olduğunu Bəli, yox, burada mən də orucam. Heç valla nəfsimlə çəkmir, ürəyimdə istəmir. Bir adam ki, nəfsinə hakim kəsə bilmirsə, o da niyə oruç tutur? Həqiqətən də. Mənim yanımda bu dəqiqə can dərmanı yesinlər, mənim üçün bir damcı marağım yoxdur. Mən axşam iftarımı gözləyirəm ki, Cəlalla iftar açacağım. Doğrudan bugün saat neçədədir, heç bilmədim iftar vaxtı. Dəqiq bilənlər varsa mənə yazsınlar da. 6-dan sonra. Şübhəsiz ki, 6-dan sonradır. Amma dəqiq vaxtını bilənlər varsa mənə yazsınlar. Sibir, ən dadlı nəyi hazırlayırsan? Hər bir şeyi. Hər bir şeyi Bəsdir çox də. dadlı pişirirəm. Valla Allah'ın quzunu yedirəm. Onu sənə deyim ki, sulu yeməklər süp var ya, məsələn, o yeməkləri sevmirəm, heç bişirmirəm də. Amma belə məsələn üçün, hansı yeməyi istəyirsən, mən burada bişirim, tamaşaçılar da görsün ki, mən necə bişirirəm. Onun görünüşünə də baxsın, dadına da baxsın desin. Hər şeyi bişirirsən. Çox gözəl bişirirəm. Sənə nə hazırlayanda xoşları gəlir evdəkilərin? Amma gələn nastiriyəm qəşəng olsun. Hə. Adam çək yaxşı oldu bir şey. Qəşəng olsun. Nəyi məsəl üçün? Bacaram, pişirməyə bacaram. Soğuz olsun. Məsələn, ən xoşlanı belə deyil də. Bu yaxla bir. Ay Allah, Füzullərin bu soğuzundan zəhləm gedir soğuzdan. Bir də plov. Plov hər soğuzdan zəhləm gedir. Xaçlama Bax, xoş deyil. plovun bəlkə də 10-15 cür növünü bişirərəm sənə. Sonra qızartma nə desəm bişirərəm. Elə qızardaram ki, bir dənəsi tavaya yapışmaz. Onları çox gözəl eləyərəm. Sonra xəmir yeməklər, sənə bir dənə yarpaq xəngəli bişirərəm ki, heç bir restoranda ondan yeməmsən. Mən məsələn üçün... Özün yayırsan? Əlbəttə, bəli. Mən müğənni olanda nə olar ki, xanım mütləq şəkildə, biz anadan gəlmə müğənni olmamışıq ki, biz də məsələn böyüyə anamızın yanında örgənmişik, anamızın pişirdiklərindən, yəni ətrafında... Aça bilirsən də, açma. Mükəmməl şəkildə xəngəl bişirərəm, biri-birinə yapışmaz. Və dadı da ki, möhtəşəm bir şey. Vallahi. İstəyirsən, onu çolpa ilə eləyim, istəyirsən qıymalı eləyim, istəyirsən sadəcə olaraq soğanla eləyim, çox gözəl.
Mən ən çox belə soğanla, qurutla olanda o klassik növü. Bax, Ən çox xoşuma onları gələn çox odur. gözəl eləyirəm də. Balıq yeməklərini gözəl qızardıram, qəşəng, qıpqırmızı. Sümüyünə qədər qızardıram, elə eləyirəm ki. Elə restoran var, gedib oturursan balıq yeməyə. Balığı necə gətirirlərsə, Üstü qızar, yox, üstü qızarmayın be. Belə elə yazıq istəyir, azca qızarsın, deyirlər, yox da getməliyik stola. Qoyun qızarsın da bu balıqlar. Bir də bu sümüklü balıqlar var ha, onların doğrama qaydası var. Onları elə doğramalısan ki, onu bişəndə, qızaranda mütləq şəkildə içinin, yəni o balaca qılçıqları qızarsın ki, o insanın gedib boğazına batmasın, nədən narahat etməsin. Elə cipsi kimi götür ye. Bu da Sevil İskəndərlidən bir xanımlarımıza nədir onun adı? Faydalı O məsləhət. qədər gözəl faydalı məsləhətlər bilirəm. Mən telli borçalı keçən dəfə bizdə olanda qəşəng xəngəl bişirdi. Məsələn, mən mühəttər qaldım Telli xanımın lavaş yaymağını. Həyatımda ilk dəfə, bəlkə də bundan sonra görəcəm, görməyəcəm, sən də yayında görərəm. Bir dəfə də Könül Kərimova evlərində idim, lavaş açdı, stolun üstü ilə bir. Könül Kərimovanın yarpaq dolması var, o dillərə dastandır. Onu bilmirəm, yeməmişəm, amma şəkərbrasın, paxlavası mənim yanımda elədi, plovun dəhşət idi. Könül xanımın da. Əl qabiliyyəti dəhşətdir. Bilinir ki, əsl belə Qarabağlı xanımdır. Onu hər kəs danışır, onun əlinin dadından. Könül xanım çox belə dadlı bişirəndi yeməkləri. Sənətkardır da, həm oxumaqla, həm mahnıları ilə, həm yeməkləri ilə. Bir telli məsələn bizim evdə xəngəl üçün lavaşlar açdı. Lavaş elə bil ki, buradan baxırdım o tərəfi görsənirdi. Özü açırdı, düzürdü evə, açırdı, düzürdü evə. Bax, bir püf nöqtəsini deyim sənə yarpaq xəngəlinin. Xanımlar bizə baxır, bəlkə gənc xanımlar baxır, bəlkə məsələn bilməyənlər baxır. Düzdür, yaymağı çox çətin olur, amma mütləq şəkildə xəmir bərk olmalıdır. Xəmir ki, yumuşaq oldu, yayanda ki, rahat yaydın, o mütləq şəkildə birləşəcək bir-birinə və o yaxşı, o dərəcədə keyfiyyətli yarpaq xəngəl alınmayacaq. Bərk olmalıdır. Bərk olmalıdır, yumurtası çox olmalıdır. Bəs necə? Elə onu gözəl eləyən yumurtadır və xəmirə biraz da yağ qatılmalıdır, bitki yağı. Mən onu bilmirdim. Onda suya atanda o qəti sürətlə bir-birinə birləşmir. Yumurta da onu çox gözəl saxlayır. Düzdür, bərki olur, insan elə bir ki, əziyyət çəkir onu yayanda. Bəlkə yumuşatmağa nə var ki? Yavaş-yavaş. Yavaş-yavaş, amma ortalığa yəni gözəl iş çıxır da, onu demək istəyirəm. Əsas odur, yumuşaq olmasın. Yumuşaq olanda yapışacaq da bir-birinə. Neyinirik Sevil xanım, sizdən bir ifa təqdim edirik. Yəqin ki, yeni mahnımı oxuyacağım, klipimlə, yeni klipimlə. Odur. Bəli. Buyur əzizim. Oxuyaq. Sərət yer. Bu necə sevgidir Allah, Allah Allah Allah, Allah Allah Allah, Allah Allah Allah. Dadı bir başqadır, doymaq olmur vallah, doymaq olmur vallah, doymaq olmur vallah. Başımda deli eşk havası, olsa da dünyanın harası. Bir dəfə gəl desən gələrəm, ay mənim başımın bəlası. Bu necə sevgidir Allah, Allah Allah Allah, Allah Allah Allah, Allah Allah Allah. Dadı bir başqadır, doymaq olmur vallah, doymaq olmur vallah, doymaq olmur vallah.
maşallah. Reklamlara nə qədər qalıbdır? Reklamlara ayrılaq. Bizə Bu yeməklərin klipə dadına görə baxaq. mən Ravin qoy danış. Əliyevə təşəkkürümü bildirirəm. Ravin. Əliyeva xanımı da çox gözəl müğənnimizdir Elnarə xanım. Bəli, bizə salam Allah verin. can sağlığı versin Ravin bəy. Var olasınız, belə gözəl işlər ərsəyə gətirəsiniz. Çox gözəl Ravinin rejissordur, işləri ha, gözəldir. mükəmməl Bizim də rejissordur. işbirliyimiz olub. Meydan müəllimin bir mahnısı vardı, onu mən aldım. Çox müğənnilər artıq Vəfa Şərifova ilə bu yaxınlarda yenə klip çəkdi, indi artıq yenə çəkir. Yəni mən artıq ona müraciət edəcəm. Həqiqətən də Dəhşətdir. çox qəşəng. Studiyada çəkdiniz onu yoxsa? Yox, bunu başqa bir məkan var, çünki orada görsən palma ağacları var. Yəni ki, əslində qalsa bu Annaturadır deməli. Hə, bəli, əslində qalsa sənə bir dənə söz deyim. Bunu mən istəyirdim açıq havada olsun. Sadəcə olaraq qış havası, qış olduğuna görə biraz o qarlar daha yağdı, havalar qəşəngdir. soyuq olan vaxt Belə oldu. daha qəşəngdir. Hə, ona görə Gərək o qızı rəqqasına aparardın, qusarda zadda qarın içində oynadardın. ola bilər ki, birdən də elə bir iş Əla görərəm. olardı. Bilmək olmaz hələ qarşıdan nə işlər gəlir. Reklamlar davam edəcək. Mən Samir əti gətir mənə 3 dənə, 2 dənə ət qoy, mən deyim hansı dişidə, hansı erkəkdir, hansı cavandır, hansı qocadır. Hamısını deyim. Harasını Onun bilirsən? tarixçəsini deyim sənə. Harasını? Mən çox gözəl tanıyıram əti. Bazarlığı, yəni bazarlıq yəni ki, bu məsələn üçün də xiyar, pomidor, meyvədən danışmıram, amma belə şeylər yox. Amma belə ət məhsullarını çox gözəl bilirəm, özü çox vaxt özüm alıram. Hə, mən qaz olsun, ördək olsun, onları da çox gözəl bişirəm və qəşəng bilirəm hansı cavandır, hansı qocadır. Hansı erkəkdir, hansı dişidir. Hə, bəs necə? Əladır da. Sərhəd 100% sən bilmirsən. Adam kökələri, xanım danışır. Hə? Yox, Xanım danışır yeməklə. yox, yeməkdən, iminli yemək üçün yox. Tanıyıram da, hə. Mən tanıyıram. Əslində əla bir şeydir tanımaq. Bax, adi kebab bilsənlər, mən onu yeyim, bilim haranın ətidir. Onu da Hansı rayonu? hansı rayonun? Hə. Hə, Rəşad, sizdə necə? Bilirsən ümumiyyətlə ət gələndə bu ət yaxşı ətdir, pis ətdir, gec bişəcək, tez bişəcək. Əlbəttə ki, ümumiyyətlə biz quzun maksimum 11-12 kiloluq quzu götürürük. Sevil xanım. bizi Samir, çox qəşəng məlumat dedi ha xanımlara, Nə deyir? onu çatdırım. Deyir ki, mal ət alanda çalışın budur alın. Deyirəm, niyə mən deyirəm ətli olduğuna görə deyir. Deyir ki, çəki vermir. Bu dəti çəki vermir. Yox, bax xanımlar, yəni Və kim harası istəyirsə çəki çəkisi verir? olmasın, Qabırğası. bu dəti yeməsin. Deyir, harası çəki verir? Qabırğası Qaburğası Qaburğası. adama çəki verir, hə? yağlı olur. Kilo verir. Həm də Demək, olsun, onu da bugün eşitdim. Hə, sən tanıyırsan, bir dəqiqə, tanıyırsan bu ət yaşlı ətdir, Təbii yoxsa ki, cavan ətdir, gec bişəcək, tez bişəcək. Belə özəl bir tərifin varsa, xanımlarımıza denən bilsinlər. Yox, təbii ki, indi mən 14 ildir bu işin içindəyəm. Əti görən kimi bilirəm ki, bunun bişmə dəqiqəsi ilə, saniyəsi ilə, saatı ilə. Onun üçün biraz o şeylərlə məşğul olmaq lazımdır. Bişirdiyi yeməklərdən bilinir ki, yaxşı poverdir. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, Rəşadın əl qabiliyyəti, mən deməli, bunun pişirdiyi yeməklərdən nəyi dadmışam? Yarpaq dolmasını dadmışam bir dəfə. Yox, aş yeməmişəm. Bir dənə daddığım yarpaq dolması olub, bir də badımcanın ləvəngisi. Məsəl üçün, çox bəyənmişəm. Bax, aylardır bizdən əməkdaşlıq edir. Hətta onu da burada yeməmişəm. Onu da restoranda yemişəm. Mən nadir hallardır. Bəzən tamaşaçılar elə bilirlər ki, burada bişir, düşür, ay Samir keflədirsə, inanın ki, barmağım dəymir. Necə olar ki, bir dənə nəsə götürəm, belə qoyam ağzıma. Burada, hə? Hə, yəni yemirəm. Çünki bilirəm ki, gəlirəm, acmamışam. Adamlar acıda, acmada elə acgözcəsinə yeyir. Çünki onun qarnı doyur, gözləri doymur. O heç vaxt doymayacaq. Var belə adamlarda. Amma əziz tamaşaçılarımız, çalışmaq lazımdır ki, üçün acanda yemək yeyəsiniz. Bəli. Acmamış adam necə yemək yeyə bilər? Adam var, siz demiş, qarın tox deyə, qarın doyur. Gözü Amma açdı. göz doymur. Gözü doymayan adam da ki, yəni nə qədər yeyirsə yenə də mümkün deyil.
Mən yemək ümumiyyətcə acından ölməmək üçün yeyirəm. Adam da var ya, yemək üçün yaşayır. Deyir yemək. Amma Samir, insan, mən öz fikrimi deyirəm, insan öz ürəyi istədiyi şeylər var ha, onların hamısını həyata keçirtməlidir. Nəyə görə? Çünki bu dünyaya biz bir dəfə gəlirik də. Kimsə ay Allah deyər ki, görəsən, biraz kökəldim, biraz arıqladım və yaxud məsələn üçün də ürəyim bunu istədi, bugün yeməyim, sabah yeməyim. Yox. Nə istəyirsənsə zamanında onu yəni ki, özün üçün qiymamazlıq eləmə. Çünki həyat müvəqqətidir, biz bilmirik sabahlarım hansımız var, hansımız yoxdur. Sevgi xanım, bu qədər yeyirsiniz, heç kökəlmirsiniz. Mən ümumiyyətcə, məndə artıq piylər yoxdur. Artıq yəni... Səndə ancaq... Həm yox. Sevili görəndə elə bilirəm ki, o ağ balıq olur. Məndə əzələ var, amma yəni ki, piy yoxdur da, artıq heç nə yoxdur. Ona görə mən kompleks yaşamıram. Piy yoxdur, səndə ancaq... Yəni ki, belə məsələn... Çılxı ət səndə səndə. Elə yoxdur, yəni ki, nə demək istəyirəm, belə əyərlərim, necə deyim, özümdən narazı deyiləm də, razıyam. Özün razısan. Yəni mən çox belə arıq, belə incə-mincə olmaq istəmirəm. Heç o mənə elə gəlir, yaraşmaz da. Çünki biz tipli xanımlar, balıq ətli xanımlar sayılırıq da. Ona görə məni Allah belə yaratdığına min şükür. Cəmaət gedir, özünü yığdırır, belə olur. Allah məni, o pul qalıb cibimdədir. Niyə mən narazı olum ki? Niyə arıqlayım ki? Mən xoşuma gəlirsə bundan yeməliyəm, amma yenə də deyirəm ki, miqdarında. Qədərində, bəli. Doğrudan Azərbaycan xanımları bini qədimləndə, məsələn, nənələrimizə zadımıza baxarsan, bibilərimizə, nənələrimizə, o vaxtın kişiləri həmişə belə ətli, canlı xanımlardan ailə qurublar. Bir balaca xanım xarab olanda deyirlər, filan kəsin günü yaxşı deyil. Samir, gəl sənə bir dənə söz deyim, filan kəs yaman körlük çəkir, yazıq getdiyi evdə üzülüb dayı, acından ölür, bir sümüyü qalıb, bir dərisi qalıb, elə deyirlər. Elə ki, kökəldisə deyirlər, bir yerə düşüb. Qappaqdır, aha belə. Elə deyirlər. Nənələrimiz, Allah nənələrimiz. Nə deyim, olur da indi. Necə? Deyilsin, nədir onun adı? Yaxşı baxmaq. Yaxşı yerə düşübdür, amma yaxşı baxırlar buna. Bəlkə də yaxşı baxmırlar, stresten kökəlir. Yox, o kökəlməni arıqlamaqla deyil. O deyir, ağ gün adamı ağardır, qara gün qaraldır. O yaxşı yerə düşən insan elə gözləri parıldayır. Söhbət köklükdən, arıqlıqdan getmir. Gözlər parıldayır, dəri rəngi gözəl olur. Yəni ki, bilinir ki, bu insan xoşbəxtdir də. Amma hansı insan ki, baxırsan, olsun, kökdə, amma o qədər dərdi səri var ki, baxırsan elə o insanın nə gözü gülür, nə üzü gülür, nə yalandan elə bir xala xətrim qalmasın deyə gülür də. Yəni ki, insan qəlbdən gülməyəndə o sıra düşdüyü yerdən narazıdır. Allah heç kimi pis yerə qismət eləməsin. Amin. Hamının balasının qapısını gözəl yerdən açsın. Amin. Bu Ramazan ayından Allah Taaladan onu arzu edirəm. İstər oğlan, istər qız, bəxti taleyi gözəl olsun bütün balalarımız. Amin. Allah bütün balalarımızı xoşbəxt eləsin. Demək. Buradan Laçın dağlarına bir salam göndərək. Oy, Laçınım mənim. Mənim orada çox dəyərli bir dostum, qardaşım var. Allah şəhidlərimizə rəhmət etsin. Arzuman qardaşımı buradan salamlayıram. görə. İşlərində uğurlar arzulayıram. Laçın dağlarına salamlarımızı çatdırırıq. Gözəldir Laçınımız. Bilirsən, Sevi xanım, mən Laçına getməmişdən öncə, ümumiyyətlə Qarabağa bu düşmən tapdağından azad olunan sonra Allah ölkəmizin Ali Baş Komandanını qorusun, ölkəmizin rəşadətli ordusunu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, ümumiyyətlə o döyüşlərdə iştirak edən, hərbiçilərimizin hər birinə Allah can sağlığı versin, Allah uzun ömürlər versin. Bu müqəddəs Ramazan ayında arzulayıram həqiqətən, ağzım oruçlu. Deməyim odur ki, gedib oraları görəndən sonra başa düşdüm ki, doğrudan da cənnət elə buralardaymış. Mən Laçını görmədən nə qədər rayonlarda olmuşam da, yəni valih oldum. Olmuşsan Sevi Laçında? Xeyr. İnşallah sən yayda özüm aparacam. İnşallah.
Mən əslində qalsa getmək istəyirdim o alınan torpaqlarımıza. Sonra mənim atam rəhmətə getdi. O gedib görmədi deyə nəsə hələ ki mənim qəlbim gedə bilmir aralara. Yəni özüm gedə bilmirəm də. Qəlbim hazır deyiləm. Atan istəyirdi getsin, hə? Hə, mənim atam yəni ki Zəngilanda doğulub da. Ona görə mənim atam yəni ki biz elə ki Füzuli, Zəngilan, Füzuli də elə bir ki bir tərəfi Füzuli, bir tərəfi Zəngilan, yəni ki belə atamgil tərəfi. Yəni yəni Zəngilanı görmədi, Füzulinin yəni heç olmasa bir tərəfi bizdə var idi da görmüşdü. Oraları görməyib deyə mən də gedə bilmirəm. Amma istəyirdi, deyirdi torpaqlar olmalı. Əlbəttə ki, kim istəməz ki, böyüdüyü torpaqlar. Sevil, orada ev-eşiyiniz adınız olubdur sizi. Xeyr, biz çünki qaçqınçılıqda gəlinməyib. Sizi binəyə qədimdən burada olmuşsunuz. Bəli, mən elə bil ki, atam, anam burada ailə qurub, biz burada anadan olmuşuq, doğulmuşuq Bakıda. Nənəm, baban, heç Füzulidə olanlar olmuyor? Yox, nənəm, babam olub, mən özümdən danışıram da. Amma belə nənəm, baban olub? Əlbəttə, bəli. Harasında, Füzuli hansı kəndində? Qarqabazar, Zəngilan, Mincivan, hamısı. Onların hamısını görüblər. Yox, Qarqabazar Füzulidədir. Bilirəm də. Mənim nənəm Qarqabazarlıdır. Qarqabazarlıdır, anası. Bu tərəfində Zəngilandandır, Mincivandandır. Sən elit star cəmilənin yerisən, kəndlisən, Təranə Qumqalın. Biz ne demirsən Zəngilanda? Mən demişəm. Efirlərdə dəfələr. İndi sənin bəlkə efirində olmayıb. Yəni harada söhbət mövzu ola ki deyim də, olmayandan sonra onu mən niyə deyim ki? Məsələn, mövzu açılanda danışırsan. Məsələn, illərdir tanıyıram, elə bildim sən elə... Mən Manaf Ağayevlə çalışdığıma görə, ancaq Füzuli, elə bir Füzuli hamını qadını qalıb da, ona görə. Münasibətlər necədir Manaf müəllimlə? Çox gözəl. Necə olacaq? Gözəl. Manafın heç kimlə, yəni ki, münasibəti pis deyil. Kim pisdirsə, o özü pisdir. Manaf... Keçən dəfə kimin verilişində izlədim, həmkarım deyirsən, Zaur Kəmalın verilişində izlədim, video material çəkib göndərmişim. Yox, Yalçın Uğur'da. Yalçın Uğur'un verilişi. O nəyə görə? Yalçını salamlayıram. Biz də Yalçını salamlayırıq, uğurları bol olsun. Necə ki, maşallah, irəli gedir, daha da irəli də olsun. Yalçın Uğur'un verilişində bir söhbət oldu. Demək, bir məsələ var idi, mənə düzgün çatdırmamışlar o məsələni. Mən də Manafdan incimişdim. Sonra yəni Manaf açıqlama verdi ki, belə deyil Sevil xanım, yəni belədir. Sən də iki daşın arasında toydan yadıma düşdü görüntü. O açıqlamanı verəndən sonra, yəni o aramıza girən insanlar, pis insan yenə onlar oldu. Biz yenə də barışdıq, yenə də bir-birimizi anladıq və başa düşdük. Başa düşdünüz. Bəli. Bilirik, yekunlaşırıq artıq. Rəşad, təşəkkür edirəm sənə. Sərhət, sənə təşəkkürümü bildirirəm. Sevil xanım, sənə təşəkkürümü bildirirəm. Sonunda Sevil xanımın ifası ilə bugünlük bu qədər deyirik. Hörmətli tamaşaçılarımız, sabahları eyni saatda, eyni vaxtda yenə evlərinizdə qonaq olacaq. Özünüzə yaxşı baxın. Allah hər birinizi qorusun. Buyur əzizim. Mənim ən əziz kəsimdir.